Səsim gəlir sizə, Vüqar bəy. Görüntü də var yəqin ki. Əla. Deməli, bugün nə haqqında danışacağıq? Bugün bizim dərsimiz modemin konfigurasiyası olacaq. Modemin konfigurasiyası bugün girib, indi mən evdəki eləyəcəm. Siz bilmirəm, IP ünvanınızı siz də istəsəz girib öz evinizdəki eləyərsiniz. Konfigurasiyası. Nədir modem haqqında? Modem ümumiyyətlə nədir? O haqqında paylaşaq. Modem, modeliyator və demodeliyator. Bunu izah eləmişdim. İnternet provayderindən. Bəli. İnternet provayderindən gələn siqnalı kompüter və yaxud da ki, digər şəbəkə cihazları arasında paylaşdırılan bir şəbəkə cihazıdır. Modemin iki növü olur. Səsim gəlir də qırılma falan baş vermir ki. Əla. Modemin iki növü olur. Bir modeliyator, bir də demodeliyator. Modeliyator analoq rəqəmsala çevirən, belə deyək, performans artırıcıdır. Yəni bir termindir. Modeliyator demlər. Demodeliyator isə tam tərsi rəqəmsal analoqa çevirən modemlərdir. Yəni biri var analoq rəqəmsalara və rəqəmsal analoqa və yadda saxlayın ki, bu həm müsahibə sualıdır. Modemin içində bir cihaz var ki, cihaz dediyim nədir? Balaca bir hissə. Yəni ona balaca bir fikirləşin də qurğu. Bu qurğu modeliyator, yəni rəqəmsal analoqa və yaxud da ki, analoqa rəqəmsala çevirir. Bunun adı ramdakdır. Ramdak. Məsələn, bu soruşa bilər ki, modeliyator və demodeliyator, analoq rəqəmsal analoqa çevirən qurğu ramdak. Buna deyirlər ramdak. Amma onun şəklini göstərmək olurmu? Ramdak. Çünki çox xırda bir qurğudur o. Ramdak. Baxaq bir dənə ramdakın şəkli varmı? Yox, ram şeyləri gəlir. Bir dənə qabağına da yazaq analoq rəqəmsal. Baxaq görək ramda. Hə, de. Görsünüz. Hə, balaca bir qurğudur. Yəni belə yekə deyil, balaca bir qurğudur. Yəni ovuc boyda deyil, heç barmağınız ata biləcəyiniz boyda bir qurğudur. Olur modemin içində analoq rəqəmsala və yaxud da ki, rəqəmsalı analoqa çevirən qurğudur. Ramdak. Baxın, analoq rəqəmsal yazın. Buna deyirlər ramdak. Və deyirlər ramdak. Sonra modemin əsas funksiyası nədən ibarət? Bir də modem telefon xətləri ilə işləyən bir qurğudur. Yəni modemdə açar söz telefon xətləri. Çünki nəyə görə? Modemin qoşulması üçün birinci nə lazımdır? Modemin qoşulması üçün birinci internet xətti, yəni telefon xətti dediyimiz anlayış lazımdır. Telefon xətti. Ona görə modemin açar sözü telefon xətləri ilə işləyən kabel deməkdir. Və modemin iki növü olur. Yəni iki növü dediyim nədir? Qoşulmanın modemə, yəni internetə qoşulmanın iki növü olur. Bir simli qoşulma, bir də simsiz qoşulma. Simsiz qoşulma normal Bluetooth vasitəsilə, yəni Bluetooth vasitəsilə dediyim nədir? Normal məsələn görürsünüz də mən modemi buradan necə qoşmuşam. Yəni belə qoşulduğu modemdir simsiz vasitəsilə uzaqdan. Simsiz vasitəsinin ən böyük üstünlüyü ondan ibarətdir ki, heç bir şəkildə kabelə ehtiyac nədir? Duyulmur. Yəni kabelə ehtiyac yoxdur. Amma mənfi cəhəti odur ki, məsafə məhdudiyyəti var. Yaxşı, evdə modem hansı kabellə, hansı şəbəkə topologiyası ilə birləşdirilirdi, çəkilirdi? LAN. PAN yoxsa LAN? Bəli. LAN. LANdır. PAN yox, LANdır.
LAN şəbəkəsi vasitəsilə birləşdirildi. Deməli, bu nədir? Simsiz aid. Simli nədir? Simli də LG45 Ethernet kabeli. Bəli, modemdən gətirir, kompüterə taxılır. Onun üstünlüyü nədən ibarətdir? Və mənfisi nədən ibarətdir? Üstünlüyü ondan ibarətdir ki, Ethernet kabelinə gələn internet simsiz kabellə gələn internetdən daha sürətlidir və qırılma baş vermir. Qırılma baş vermir kabeldə. Çünki o kabellər ya koaksial olur, koaksial kabellər olur. Ya da ki, ekranlaşmış kabellər, yəni unshield, burulmuş kabellər. Ona görə də onlarda qırılma baş verir, nadir hallarda. Mənfisi var, mənfisi nədir? Mənfisi ondan ibarətdir ki, kabelin uzunluğu məhdud sayda olur. Yəni, hər istədiyin yerdə götürə bilmirsən kabeli. Çünki ondan gələn kabel məhdud sayda olur. Hər istədiyin yerdə götürə bilmirsən. İndi soruşa bilərsiniz ki, niyə kabeli uzunluğunu artırmırıq, biz hər istədiyimiz yerə aparmırıq? Çünki normal standartlar var. Normal Ethernet kabeli, yadda saxlayın, 50-60 metrdən artıq gedə bilməz. Ya 50-60 metrdən apardığınız təqdirdə, düzdür, siz apara bilərsiniz, 100 metrə qədər apara bilərsiniz. Onda da internet gəlməyəcək. Yəni siz apara bilərsiniz. Yəni sual yaranır ki, məsələn, müsahibədə yaxşı, əgər Ethernet kabelini məhduddursa, mən kabeldə niyə əlavə kabel alıb uzatmıram 100 metr? Çünki sizdən asılı olan bir şey deyil. Siz uzatsanız belə internet gəlməyəcək. Çünki standart var ki, standart qəbul olunub ki, 50-60 metrdən artıq Ethernet kabeli, Ethernet kabelindən internet ötürülməsi baş verməyəcək. Bu iş yerlərində necə baş verir? İş yerlərində necə olur? Deməli, 50-60 metr deyil. Onu mütləq şəkildə maksimala qaldırmırlar. Məsələn, 60 metrlə maksimal 60 metr çəkmək olar da Ethernet kabelini, düzdür? Onu gəlirlər 50-də, 55-də saxlayırlar. Nəyə görə? İndi o demək deyil ki, 60-da siz də 60 çəkməlisiniz. Yəni, maksimal dərəcədə olunur ki, tələb göstərir ki, daha yaxşı olur ki, 50-də, 55 civarlarında həmin kabelin uzunluğunu neyəsiz? Saxlayasınız. Bəli. Yəni, 60 demək o demək deyil. Bəli. 50-55 arası saxlamağınız daha məqsədə uyğun kimi hesab olunur. İnternetin gəlməsi üçün. Burada nədir? Modemin əsas funksiyaları nədir? Modem internet bağlantısını təmin edir. IP ünvanlarını paylayır. Wi-Fi şəbəkəsi yaradır. Şəbəkə təhlükəsizliyini təmin edir. Bir də burada göstəreyim. Müasir, baxın, yön kompüterdə göstərəcəyim onu elə. Wireless Physical MAC adresi göstərir. Aha. Müasir kompüterlərdə, baxın, avtomatik DHB. Müasir kompüterlərdə, yadda saxlayın Vüqar bəy, VPS sistemi var. Bilmirəm, eşitmişsiniz yoxsa yox. VPS sistemi, mən deyəcəm nə deməkdir. VPS sistemi var, bir dənə gözləyin, göstəreyim. Modem VPS. VPS sistemi var. Nə deməkdir VPS sistemi? Yox, bu şəkil deyil. Gözləyin, mən onu daha dəqiq şəkildə göstərəcəm indi sizə. Gözləyin, o tapın bizə saniyə. Aha. VPS sistemi var. Nə deməkdir VPS sistemi? VPS sistemi əvvəllər modemlər asanlıqla hackləmək olurdu. Yəni, kodunu qırmaq olurdu. Lord dili desək, düzdür. Amma müasir modemlərdə VPS sistemi, baxın, belə bir sistemdir VPS. Belə bir qurğudur, daha doğrusu, içində yerləşdirilir.
VPS sistemi. Nə deməkdir bu VPS? VPS sizin buna atak elədiyiniz zaman, hücum elədiyiniz zaman bunun kodunun qırılması imkansız hala gətirir. Yəni artıq müasir tipli modemlərin kodunun qırılması bizə saniyə bizim rekordumuz baxın. Gedir. Müasir modemlərin artıq nəyə baş verir? Kodunun qırılması imkansız hala gəlmiş olur. Müasir VPS sistemləri ilə. VPS müasirdədir. VPS müasirdədir. Ona görə imkansız hala gətirir. Köhnələrdə VPS sistemi olmadığına görə onları qırmaq çox sadə idi. Çünki VPS sizin ataklarınızın qarşısını alır. Bir növ firewall funksiyasını icra edir. Modemlərdə. Bir növ nəyi icra edir? Firewall funksiyasını icra edir. Firewall funksiyasını icra edir bir növ. VPS sistemi. Və bu da atakların qarşısını almaqla nəyi daha kömək edir. Şəbəkə təhlükəsizliyi ona görə qoymuşam ki, gəlin şəbəkə təhlükəsizliyinə də qırmızı rəng eləyək. Şəbəkə təhlükəsizliyi ona görə qoymuşam. Sonra nə var? Sonra modemlə router arasında fərqlər var. Modemlə router arasında fərqlər var. Modemlə router arasında. Fərqli əlbəttə. İlk öncə başlayaq modemlə. Modem providerə qoşulur. Provider nə deməkdir? Provider sizin serverinizdir. Yəni hər bir evin ümumiyyətlə də modemin öz provideri var. Nə deməkdir? Məsələn, KTV var, CityNet var, Ailənet var, Cellnet var. Belə fərqli. Bunlar providerlər. Yəni sizin serverlərinizdir. Lord edəcək serverlərinizdir, providerlərinizdir. O modem neyini providerə qoşulur. Router isə şəbəkəni idarə edən qurğudur. Yəni onun providerə qoşulmasına ehtiyac yoxdur. O evdə hazır şəbəkədir. Onu paylayır, onu idarə edir. Yəni çünki şəkilləri oxşayır və müsahibədə bunu tez-tez soruşurlar. Baxın, routerla modemin baxın. Səhv yazdım. Baxın, görürsünüz. Şəkil atsın belə. Aha. Görürsünüz. Routerla modemin bir-birinə çox oxşayır. İndi burada biraz çox qoyublar. 6 buynuz səfəyərimizə 2, 4, 5 buynuzdur. Amma bunun 2-3 buynuz da qoysa, yəni modemin heç bir şeydə fərqi yoxdur. Yəni belə qıraq adam, bilməyən adam onu fərqləndirə bilməyəcək ki, bu modemdir yoxsa routerdur. Ona görə adətən bunların belə soruşmurlar. Sadəcə nədir? Fərqlərini istəyirlər. Fərqləri odur ki, birincisi modem providerə qoşulur. Yəni router, belə deyim də, router evdə internet var, onu yönləndirir. Onu paylayır router, onu paylayır. Modem isə evdə internet yoxdur. Evdə mütləq şəkildə internet olmalıdır ki, yəni provideriniz olmalıdır ki, sizin internetə əl çatanlığınız olsun evdə. Bəli, provider. Baxın, interneti cihazlar arasında paylayır. Provider. Provider nə deyir? Router. Axı, providerdir. Provider. Yəni, bunlar ibarətdir. Modemlərlə router arasında əsas fərqlər. Çünki modemlə routeru səhv salmaq, yəni çox hallarda yanlışdırmaq mümkündür. Modemlə router. Çox hallarda modem routeru neynirlər? Çox hallarda modem routeru səhv salırlar. Çünki
Orada bilmək olur. Olur. Nəyə gö? Hə. İndi onu gəl yaxşı, o ən arxasını göstərim mən sizə. Bizə saniyə tapaq onun arxasını. Çünki olur. Bizim LAN kabeli taxılan yerin ümumiyyətlə arxasından deyirsiniz, düzdür? Olur. Ona video saniyə tapım bunu. Şəkli hara getdi? Ha, buradadır. Ayda lan neydi? Modem. Aha. Üstdəki routerdur. Üstdəki. Altdakı LAN. LAN nə idi? Modemdir. Bu cəhətə görə. Bəli. Hə. USB də var. USB də var. Bunda 2 dənə USB portu var. 2 dənə USB portu var. Amma bunda bir dənədir. Və modemdə reset düymələri var. Baxın, reset var, yenidən yüklənmə var, güc düyməsi var. Amma şeydə yoxdur. Routerda yoxdur. Çünki niyə görə? Məsələn, bəzən bilmişdiniz yoxsa yox. Modemi resetləmək deyə anlayış var. Hansı ki, modem siqnalizasiyasını başdan idarə edirlər. Reset deyirlər, təzədən konfigurasiya edirlər. Resetləmə düyməsi var. Amma şeydə yoxdur, routerda yox. Çünki router resetləmək. Çünki routerun vəzifəsi, yəni nəsə evdə məsələn internet olmayanda routerun üstünə qaçmırlar. Modemin üstünə qaçırlar. Çünki problem modemlə iləri gələ bilir. Ona görə nədən ibarətdir? Ona görə problem deməyək, fərq aralarındakı arxa görünüşləri bunlardan ibarətdir ki, həm baxın, burada nə kabellər var? Ethernet, düzdür? Nəyə görə Ethernetdir? Çünki biz burada nəyə demişik? İnternet xəttini paylayır, düzdür? İnternet xəttində paylamaq üçün nə lazım? Ethernet lazımdır. Ethernet kabel lazımdır. Çünki simsiz də paylaya bilir, bu birinci. Qoşulmanın 2 növü var, simsiz bir də kabellə. Simsiz də paylaya bilir. Amma Ethernet kabeldən də paylaya bilir. Ethernet kabelində payladığına görə mütləq şəkildə routerdan istifadə olur. Yəni neyini? Router qəbul eləyir modemdəki interneti. Paylamaq vəzifəsi Ethernet kabeli vasitəsilə də neyinirik? Oradan paylayırıq. Kaydımız gedir. Ethernet kabeli vasitəsilə dedik. Oradan paylamış oluruq. Bu aydın oldu bu hissə. Əla. Sonra modemin idarəetmə panelinə giriş var. Ən yaxşısı neyək? Əyani formada baxaq, göstərək. Başlayaq.
Gələk hələ öz modemimi eləyək, öz internetimizi eləyək. Baxın, bunu buradan da girə bilərik, properties hissəsindən. Bir saniyə, çıxaq. Açsın, aha, bunu oradan properties hissəsindən də girə bilərik. Properties hissəsindən. Belə aşağı düşürük, görürsünüz burada. IP version 6, IP version 4. Görürsünüz. Aha, 6 da var, 4 da var. Buradan da girə bilərik. Və yaxud da ki, girərik bura. Hardan girərik? Girərik bura. Bəli, terminaldan girərik. Terminal open eləyərik. Nə eləyərik? Ping atarıq, düzdür? IP config. Bizə bütün hər şey verirdi. Yəni, hər iki tərəfdən də nə eləyə bilərik? Hətta daha da verəcək. DNS-lər, suffixlər falan. IP version 4 adresimiz. IP version 4 adresimiz. IP version 4 DNS'imiz 888 və s. İndi neyniyə elə daxil olaq buradan. Aha. Gələk elə bura. Bu adresini indi kopyalayaq. Gələk. Yapışdıraq browserdə. Hayır, bizi neynisini atacaq? Ümumiyyətlə atacaq mı bizi? Səbəb niyə atdı? Proxy niyə götürmədi? Öz internetə qoşulmağa qoymur ki, bəyən. Hə, yox, routerdan gələni yazmamışıq. Ona görə. Bizə nə lazım? Bizə lazımdır ki, routerdan gələni yazaq. Elə buraya yazaq. 192, evet gördüm və qaçırmışım. 168.0.1. Hə, baxın atdı. Biz axı, biz siz nəyə görə bayaqkini götürmədik Vüqar bəy? Biz bayaq modemin öz IP adresinə qoşulmuşdur. Axı bizə routerun IP adresi lazımdır, onu paylayanın IP adresi lazımdır. Biz modemin IP adresini neyinirik? Bəli, biz paylayandan almalıyıq. Paylayandan götürməliyik, routerdan götürməliyik. Routerdan IP adres götürməliyik. Routerdan IP adres götürməliyik. Ona görə bizə nə göstərdi? Deyək, baxın, default gateway lazımdır bizə. Default gateway lazımdır. Bəli, əsas o lazımdır. Bizə lazımdır ki, çünki bizə modemin öz IP adresi lazım deyil. Bizə routerun öz IP adresi lazımdır. Mən deyirəm, bax, niyə götürmədim? Bizə router, yəni default gateway lazımdır bizə. Görürüz, default gateway. Aha, məsələn, burada
nə göstərir? Baxın, modemi görürsünüz, modem. İnternet. Bayaqkının şəkil üzərində izah. İnternet. Düzdür. Onu paylayan nədir? Router. Nəyə paylayır? Cihazlara. Düzdür. Və burada hər bir şey, indi bilmirəm, bu Wi-Fi-dan Wi-Fi dəyişə bilir. Aha. Baxın. Ha, yox, çıxdı ki bu. Elə çıxmaq lazım deyilmiş. Nə idi? Və tamla dolduramayıb. Yox, başa verir. Google niyə öz AI-ni açdı? Ctrl Shift eləyək. Beğendim. Sıfır 98 2 benim default gateway odaya deyirəm nə olmayacaq. Default gateway bir saniye default gateway neydi? Hə 01 idi default gateway. 192 168 01 düzdür. Aha, bəli. Login pada ehtiyac yoxdur. Amma burada download sürətini göstərir. Yükləmə sürəti 81-nə yükləyir. Upload edir. 36 qalxır hətta. 36-dan upload edir. 3 dənə cihaz qoşulub internetə. Biri mənim kompüterimdə, 2 dənə də telefondur. Sonra subnet max'ı 255 255 240'dır. Default gateway 164 144'dür. IP adresi 192.168 01'dir və s. Bunun içərisində bir sıra əməliyyatlar yerinə yetirir. Yəni ki, siz bundan istifadə eləmişsiniz ki, fikirləşdim. Hə, sayda ol, bildim. Buradan dilin dəyişdi. Gələk internet ayarları gəlir. Paylayan baxın, router. Bağlantı dinamik IP-dir. Bağlantı durumu, bağlandı internetə. Azərbaycan dilində yoxdur ki, bəyəm türkçə qoyublar. Yox imiş. Baxın, Wi-Fi-in adı. Girib dəyişə bilirsiniz. Burada şifrəsidir. Açıq göstərmiş. Burada şifrəsidir. Şifrəsini dəyişməyə bilirsiniz. Wi-Fi şifrəsidir. Buradakı Wi-Fi şifrəsidir. Sonra hal-hazırda Wi-Fi gizlə. Wi-Fi. Burada baxın, hər ikisində gizlədə SSID siz dediyiniz kimi. Wi-Fi hide eləməyin, gizlətməyin yoludur. Wi-Fi gizlətməyin yoludur. Bəli, bəli. 5 siqnal gücünü artırmaqdır. Hansı əraziyə qədər. Belə deyək, hansı əraziyə qədər gəlib gəlməyəcəyini artırmaqdır. Bu Wi-Fi-in kodudur. Bunu dəyişə bilərik. İstəsəz. Siz baxa bilərsiniz. Bizim rekord gedir. Bəli, rekordda gedir. Bu sizdən asılı olan bir şeydir. Wi-Fi dəyişə bilərsiniz. Sonra band genişliyinizi kontrol var. Bunu saxlamayın. Bu nədir? Bu sizin qoşulduğu cihazları göstərir. Qoşulduğu cihazları göstərir. Məsələn, desktop var bir dənə. Bəli, desktop mənim öz.
Cədvəl. Necə? Hə, sıralı. Desktopda və hər biri nə qədər istifadə eləyir, onları göstərir. Baxın, görürsüz ən çox istifadə edilən hansıdır? Mənim notebookum. Nəyə görə? Çünki telefonlar digər otaqdadır. İnternetə qoşulur amma istifadə eləmirəm axı. Ona görə baxın sıfırlardadır. İnternetə qoşulmuşam amma istifadə. Yəni telefonu əl istifadə elədiyim vaxt artacaq. Amma baxın notebook hal-hazırda məndədir. Notebookdan istifadə edirəm də ekran paylaşmışam, mən bura girmişəm və s. Ona görə məsələ nədir? Məsələ olan ibarətdir ki, nədən istifadə edirsiniz ki, onu göstərir. Məsələn, burada bunun adını girib dəyişə bilərsiniz. Bura neçə dənə qoşulsa, məsələn, indi məndə bir dənə notebookda 2 dənə telefon deyirəm. Bunları göstərir. 2 dənə telefon var. Note 11-dir. Bir də ki, bir də ki 9-dur. 9C-dir. İkisini göstər. Deyək ki, sınır yox var ha, bax. Burada sınır yox, yəni istədiyin qədər qoşula bilir də, sizə yoxdur, məhdudiyyət yoxdur. Məhdudiyyət qədər bunu, əlavə olaraq da bax, bunu görürsünüz buradakı yaşılı. Bunu qırmızıya çevirdiyim an avtomatik bu telefona blok qoyacaq. Ümumiyyətlə, internet nəyə yazır? Erişimi. Mən bunu avtomatik nə qoyacaq? Blok qoyacaq. Sırf nəyə qoymaq olur? Onu yox, onu şey qoymaq olmur. Sırf nəyə girmək istədiyini. Yox. Yox, onu sırf nəyə girməyəcəyini onu qoymaq olmur. Onu qoymaq olmur. Onu qoymaq olmur, amma ümumi bloklamaq prosesi var ki, bəli. Ümumi bloklama prosesi var. Blokladığınız zaman internet erişimi hər ikisindən kəsilir və siz bunu yandırmadığınız müddətcə də bu qalmağa davam edir. Və bir dənə də əlavə var, nə var? Bura görürsünüz də yəqin ki. Bunu buradan blokladığında bu düşür bura. MAC adres hissəsi düşür bura. Düşür bura MAC adres hissəsi. Nə baş vermiş olur? Bunu buradan bloklayırsınız. Bloklasaq olar ki, məsələn, yəni bloklayaq görək. Baxın, internetim kəsiləcəkmi? İnternetim getdi. Telefonda internetim getdi. İnternetim getdi telefonda artıq. Qoşulmaq istəyirəm, icazə vermir. Parol listəyə. Bu ayda save eləmədim axı, tamam eləmədim ki. Tamam. Kaydediliyor. De. Gördünüz? Düşdü aşağı. Sınırsız. Bəli. Tamam. Düşməyə doğru. Tamam. Düşdü. Gördünüz? Gəldi. Yəni o bir kəlmə ilə bir təvət çıxarmaqla nə baş vermiş olur?
icra eləmiş olsun. Yəni bunu bura və mütləq şəkildə save eləyin ha. Burada indi tamam olmaz save olar, nə bilim səxranit olar və s. Mütləq şəkildə save eləyin. Save eləməsəz birbaşa çıxsa data saxlamayacaq onu. Yəni bu telefonu çıxartaq, bunu çıxartaq. Buradan gəlib adını dəyişə bilərsiniz telefonu. Note 11 yazmır, başqa bir şey yaza bilərsiniz. Və ə, hər bir telefona, hər bir telefonda, hər bir telefonun IP adresini də göstərir. Baxın. Notebook'un öz IP adresi, telefonların öz IP adresləri. Bütün məlumatları göstərir burada. Bəli. Bütün məlumatları göstərir. Yəni dediyim kimi siz save elə və hətta fikir verdinizsə, bunu buradan save elədiyiniz zaman, yəni çıxartdığınızda MAC adresi belə düşür bura. Telefonun MAC adresi düşür bura. Nəyə görə MAC adresi düşür bura? Çünki hər bir telefonu MAC adresi vasitəsilə kompüter yadda saxlayır. Ona uyğun internet paylamını həyata keçirir. Düzdür? Və hər bir MAC adresi dediyimiz kimi nədir? 6 bit baytlıq informasiya həcmindən və 16-lıq kod sisteminə daxildir. Düzdür? Ona görə də onların MAC adres hər bir telefona xüsusi olur. Yəni bir MAC adresdən bir dənə olur. Unique adlardır. Onlar ilə unique adlar. Unique adlar elə adlardır ki, o adlar təkrarlanmır. Bir dənə olur. Unique. Bir dənə olur. Unique adlar. Ona görə MAC adresi yazır bura. MAC adresi bura yazdığı an, MAC adresi yazır bura. MAC adresi yazdığı, bura yazdığı an avtomatik olaraq həmin MAC adresi bloklayır və MAC adresdən nə baş vermiş olur? Qoşula bilmir. Çünki əgər təkcə o adını bloklasa, Vüqar bəy, adını bloklasa, Redmi Note 11, onda belə çıxır ki, Redmi Note 11 markalı, ya bu şəbəkəyə daxil olmuş Redmi Note 11 markalı bütün kompüterlər bloklamalıdır. Bəli. Bəli. Adı blokladığın təqdirdə o belə deyim də sizin bütün hər şeyinizi bloklayır. Yəni hər şeyinizi bloklayır nə deməkdir? Sizin bütün deməli nəyi bloklayır? Bütün eyni markalı telefon adlarını bloklayır. Əgər təkcə adı bloklamış varsayırsaq. Təkcə adı, məsələn Note 11 adını bloklasaq, hə, onda Note 11 markalı bütün telefonları bloklayacaq. Ona görə MAC adresi bloklayır ki, çünki MAC adresi unique-dir axı, ondan bir dənədir. Bir telefona bir MAC adresi, bir telefona bir MAC adresi. Düzdür? Hə, ona görə onu bloklayır. O blokladıqla görəcək. Artıq həmin MAC adres daxil olan zaman nə baş vermiş olur? Onu bloklayır. Yəni MAC adres ona icazə vermir girməyə. Necə? Bəli, 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 bəli. Çünki MAC adresləri bir dənə olur, amma telefon adı eyni telefon adından neçə dənəyə məxsusdur. Yəni ona görə onu neynir? Mütləq şəkildə bağlayır. Nə baş verir? Onu mütləq şəkildə son dəfə neynir? Son dəfə bağlamış olur. Hə, ona görə keçək nəyə? Keçək digər bir xüsusiyyətinə. Burada valideyn idarəsi var. Valideyn idarəsi nə deməkdir? Valideyn idarəsi. Bu gördüyünüz bütün cihazlar var ha. Cihazlar var ha. Bu yadda saxlayın. Cihazları ümumi internet kəsintisini həyata keçirir. Burada cihazlarda ümumi internet kəsintisini həyata keçirir. Düzdür? Bura. Amma burada isə siz cihazlara məhdudiyyət qoyursunuz. Məhdudiyyət qoyursunuz nə deməkdir? Burada cihazları yönət işarəsi var ha. Cihazları burada yoxlayaq. Burada vaxtı görürsünüz. Vaxtı görürsünüz. Burada baxın. Vaxt aralığını görürsünüz. Burada vaxt aralığını tənzimləyərək hər bir cihazın hansı vaxt aralığından hansı vaxt aralığına qədər internetdən istifadə edəcəyini müəyyənləşdirirsiniz. Məsələn, tamam ki, mən cihazımı istəyirəm ki, nə olsun? Saat neçədir? 9:37.
9 indi 30 olsun 30 sənə 5 al. 9 tutalım ki 40-dan istəyirəm ki 10 tamama qədər istifadə edə bilim. 10 tamama qədər istifadə edə bilim. Bunu buradan müəyyənləşdirim. Bu nə vaxt olsun? Olsun məsələn hər gün. Hər gün belə istifadə edin. Düzdür? Və burada məhdudiyyət var. Məhdudiyyət necə baş versin? Məhdudiyyəti qadağa formasında qoyursunuz. Və sonra gəlirsiniz. Buradan yönətə basırsınız. Yəni bunu artıq müəyyənləşdirsiniz. Axı 9:40-dan saat 10-a 20 dəqiqə qalmışdan 10-a qədər. Hansı aralığında hər gün içərisində hansına aid olsun? Gəlirsiniz buradan yönətə basırsınız. Buradan tamama bastığınız vaxt, avtomatik olaraq bu gördüyünüz proses Redmi Note 11 telefonuna, mənim telefonuma nə olacaq? Aid olacaq ki, həmin telefon hər gün saat 9:40-dan 10:00-a qədər nə olsun? İnternetə qoşulsun. Ondan sonra, o vaxtı keçəndən sonra avtomatik olaraq nə olacaq? Baxın, devrə düşürəm. Həmin kompüter nə olmuş olacaq? Kompüterin telefonda internet bağlantısı nə olmuş olacaq? Kəsilmiş olacaq avtomatik olaraq. Amma birincisi bu ümumiyyətlə kəsir. Yəni siz bunu bastığınızdan ümumiyyətlə internet kəsiləcək. Vaxt qoya bilmirsiniz. Saat aralığı falan heç nə yoxdur. Vaxt qoya bilmirsiniz. Bu isə müəyyən aralıqla kəsir. Ümumiyyətlə bu isə müəyyən aralıqla kəsir. Bir növ bəli. Bu nəzarətdir. Nəzarət edir ki, məsələn, gəlir bu qədər işə düşür, bu qədər vaxt aralıq qoymaq lazımdır. Və s. və axır. Ona görə. Yəni, birincisi nəzarət edir. Birincisi ümumiyyətlə qadağa qoyur. İkincisi isə avtomatik olaraq nəzarət edir. Yəni, valideyn idarəsində bu nəzarət qalır. Ki, məsələn, 7-dən 9-a qədər olsun, nə vaxt olsun, 5-6-cı günlər. olsun bu vaxta qədər. Bu belə. Sonra uyku modu var burada, buna çox ehtiyac yoxdur. Gəldi bura artıq. VPN Hit IP version. Deməli, bircə saniyə bu ekranı mən dəyişim. Bu deməli nədir? Bunun üst konfigurasiyasıdır. Artıq burada hər bir şey həm statik, həm də dinamik olaraq, yəni manual olaraq əllə verilə bilir. Rekorda baxaq, gedirmi? Dayanar. Rekordumuz gedir.
Deməli, nə baş vermiş olur? Baxın, burada bayaq göstərdiyim hissə var idi. Hansı hissə idi? Bu hissədə. Hansı ki, buradan internetini kəsirdi, MAC adresləri siyah olaraq düşürdü bura, düzdür? O hissəni, yəni oradakı telefon adlarını təzədən harda? Burada görmüş oluruq. Burada görmüş oluruq. Burada görmüş oluruq. Təzədən burada görmüş oluruq. Artıq gəlirik bu hissəyə. Bu hissədə, Vüqar bəy, bu hissədə siz DHP avtomatik IP paylayır da, yəni avtomatik olaraq IP paylamaq əvəzinə siz artıq burada gəlib, birbaşa olaraq əllə IP vermiş olursunuz. Onu mən sizə şəklini də belə göstəreyim bircə saniyə. Bircə saniyə açsın. Çünki hər fərqli olur. Counter hissəsində. Aha. Baxın. Okay. Çünki hər Wi-Fi şəbəkəsində fərqli olur. Ona görə hamısında eyni olmur. Yəni mən də istədim belə bir nümunə göstərim. Deməli, Vüqar bəy, bu artıq statik, yəni manual şəkildə IP adresin verilməsi panelidir. Siz burada IP adresi verən zaman, çünki bu nə işə yarayır? Bu nə işə yarayır? Bu belə deyim sizə. Wi-Fi aparatı ümumiyyətlə şəbəkə cihazı evə yerləşdirilən zaman ona IP vermək lazımdır. Çünki onlar üzərində default IP-lərdən gəlmir. Ona girib IP vermək lazım olur və yaxud da ki, sonradan IP-ni dəyişmək lazım olur. Ona görə də bunun bu hissəsinə daxil oluruq. İndi məndə məsələn belə görsənir. İndi Tend aparatı deyə məndə məsələn belə göstərir. Məndə məsələn belə görsənir, bu formada görsənir də. Bu formada görsənir, bu formada gəlir. İndi məsələn bu fərqli də ola bilər. Siz görürsünüz ekranı ki. Əla. Deməli, IP adresi məqsədi nə oldu? IP adresi verilməsi məqsədi oldu. Məqsədi nə oldu? Evə təzə şəbəkə cihazı qoşulan zaman, yəni modem qoşulan zaman ona statik formada, yəni dinamik formada manualla IP adresi verilir. Yəni onlar heç biri default olaraq gəlmir. Bu IP adresi verilən zaman da IP adresi tənzimlənən zaman da girilir buradan. Məsələn, indi bunda hazır IP adresi verilib deyənə artıq bu hissədən bir dənə olur. Burada normalda 2 dənə IP adresi olur. IP adresi hissəsi olur. Biri yuxarıda elə belə kvadrat, biri də aşağıda. Girirsiniz bura öz IP adresinizi verirsiniz. Nə bilim məsələn 192 168 olsun, nə bilim 02 və yaxud da ki 192 168 192 128 03 belə. Öz IP adresinizi neyəsiniz? Öz IP adresinizi verirsiniz və artıq ona uyğun default olaraq nə olmuş olur? Həmin modemdə IP adres olmuş olur. Sonradan məsələn ikinci hissəsi nə işə yarayır? Sonradan həmin IP adresi dəyişməklə, həmin IP adresi redaktə eləmək, həmin IP adresi belə deyək də forması, xüsusiyyətini dəyişmək lazım olduğu təqdirdə nə etmiş olursunuz? Girirsiniz bura, IP adresinizi. Burada artıq IP markası var da.
IP adresiniz, hətta bunu da burada göstərək burada. Gəlirsiniz IP adresi burada. Dəyişirsiniz. Özünüz DNS verirsiniz. Özünüz DHCP verirsiniz. Özünüz statik IP verirsiniz. Avtomatik olaraq nə etmiş olursunuz? Onu dəyişmiş olursunuz. Özünüz submit. Submit masklar çox vaxt standart olur. 255, 255, 255. DNS-lərdir. Məsələn, baxın burada da 255-dir. Bunu dəyişmək. Həmişə yadda saxlayın ki, Vüqar bəy, submit maskdır, DNS-dir. Onlar standart olurlar. Yəni düzdür, onu dəyişə bilirsiniz, amma standart 255 default eləsəz bir gün modemi. İkinci standart olaraq submit maska 255, 255, 255 verin. Hə, sabit. C isə DNS isə 888 verin. 4 dənə 8, 8, belə 8.8.8.8, 4 dənə 8. Bir dənə. Aha. Onlara verirsiniz. İndi gəlin baxaq ki, bu subnet mask nədir, DNS nədir? Gəl onları biraz kökünə. Subnet mask, subnet mask. IP ünvanının hansı hissəsinin şəbəkəyə, yəni hansı hissəsinin isə cihaza aid olduğunu göstərir. IP-nin, çünki IP ünvan iki yerə bölünür. Bir şəbəkəyə aid olan hissə, hansı ki modemin, routerun özünə aid olan hissə, düzdür? Biri isə ondan çıxan, yəni onu paylayan hissə. Subnet mask onu göstərir ki, hansı hissə IP-yə aiddir, IP, hansı hissə şəbəkəyə aiddir, yəni modemə aiddir, hansı hissə isə nəyə aiddir, hansı hissə isə cihaza aiddir, yəni oradan çıxan cihazın paylanmasına aiddir. Subnet mask onu göstərir. Subnet mask onu göstərir. Ən çox istifadə olunan subnet mask, yəni default olaraq belə deyilir. Bəli, şəbəkənin modemə aid olan, modemin bir hissəsinin şəbəkəyə, bir hissəsində cihaza aid olduğunu göstərir. Ən çox istifadə olunan 255, 255, 255-dir. 255-dir. Yəni nədir? Subnet mask olmadan cihaz hansı ünvanların öz şəbəkəsinə aid elədiyini müəyyən etmək olmur. Hə. Sonra DNS nədir? DNS subnet maskı başa düşdük. Vüqar bəy. Səsim gəlir. Vüqar bəy, səsim gəlir sizə. Vüqar bəy, gəlir səsim. Vüqar bəy, səsim gəlir sizə. Gəlir. Görüntüdə problem var. Görüntü yoxdur ki. Görüntü nəsə problem falan varmı? Əla. Subnet maskı başa düşdük nədir? Yəni belə yadda saxlayın, şəbəkənin o IP adres hissəsi var ha, şəbəkənin. Onun hansı hissəsinin modemə aid olduğunu, hansı hissəsinin isə cihaza, yəni qoşulduğu cihaza aid olduğunu göstərir subnet mask. Bu işə yarayır. Vəzifəsi bundan ibarətdir. Aha. Yəni başa düşüldü subnet maskın vəzifəsi nədən ibarətdir? Subnet mask bəli. Ya default olaraq onu da yazırıq da. IP adresi yazan vaxt yadda saxlayın. Subnet mask da. Yəni subnet mask onsuz da ən çox istifadə olunan, baxın bu şəklin özündə belə 255, 250. Ən çox istifadə olunan, yəni default olaraq, default deməyək, amma ən çox
istifadə olunan sabit mahaz 255, 255, 255'dir. En çok istifadə olunan nə? Sabit mask. En çok istifadə olunan sabit mask. Nədir? 255, 255, 255'dir. Sonra keçək DNS. DNS nədir? DNS Domain Name System. Yəni nə deməkdir? Domain Name System. Domain adlarını IP ünvanlara çevirir. Nə deməkdir domain adlarını IP ünvanlarına çevirmək? Baxın, bunu notepad-da göstərəcəm. Baxın. Google.com. Bu domain adıdır da, düzdür? Aha. Bu domain adı. Nə olsun youtube.com fərq yoxdur. Bunun internetə gəlməsi üçün də adi baxın bura. Nə yazın? Google.com. Düzdür. Bunun deməli nə baş verir? Bunun icra olunması üçün, yəni bu domain adının görsənməsi üçün, yəni daha doğrusu qəbul edilməsi üçün bunlar IP adres formasında qəbul olunur. IP adres formasına qəbul olunur. Bu IP adresdə, yəni bu domain adlarını da IP adresə çevirən DNS-dir. DNS-dir. Elə bir ki, düşək. Domain adlarını çevirir IP adresə. Domain adlarını çevirir nəyə? IP adresə. Mən İngilis əlifbasındayım deyəni yazmaq. Çevirir IP adresə. Yəni nə deməkdir bu? Google.com olur. Yəni bu DNS vasitəsi olur. Nə bilim 192, 128, belə deyək, 11. Bunu artıq nə baş? Niyə görə çevirir bunu? Çünki cihaz heç vaxt domain adını olduğu kimi qəbul eləmir. Cihaz heç vaxt domain adını olduğu kimi qəbul edir. Cihaz ancaq 0 və 1-lərlə işlədiyinə görə, yəni registr kod sisteminə işlədiyinə görə oradakı yazıları qəbul edə bilmir. Qəbul edə bilmədiyinə görə DNS sistemi avtomatik olaraq həmin adresi, yəni domain adresi çevirir nəyə? IP adresə və IP adresə çevirdiyi vaxt artıq cihazın, yəni istifadə edən cihazın məlum olur ki, bu hansı domain adına aiddir. Məsələn, Google.com bizə məsələn Google.com domain adı kimi gəlir. Amma cihaza gedən zaman olur 192, 128, 10.01 və yaxud da ki, nə bilim, olsun Facebook gedir məsələn, nə gedir? Tutalım 128 104.0.1 tutalım ki, belə gedir. IP adresi olaraq gedir belə. Yəni DNS-in vəzifəsi bundan ibarət. DNS sadəcə IP adlarını, domain adlarını çevirir IP adreslərinə. Nəyə çevirir? Domain adlarını çevirir nəyə? IP adreslərinə. Yəni vəzifəsi bundan ibarətdir. Bəli. Daha doğrusu biz görə bilmirik, kompüter görə bilir. Biz onsuz da normal Google.com belə görürük, Google.com görürük. Amma kompüter onları kod sistemində gördüyü üçün Google.com-u görə bilmir. Ona görə də mütləq şəkildə nə baş vermiş olur? Mütləq şəkildə həmin adları çevirmiş olur. Rekorda da baxaq. Bəli.